Bütövlükdə 2011-ci ili müsavat ili elan etməkdən məqsədimiz nədirsə, bugünkü tədbirində məqsədi odur. Biz Müsavat Partiyasının 100 illik yubileyini bayram eləmək istəyirik. Bu bayramın əhəmiyyətini, partiyanın önəmini xalqımıza, ictimaiyyətə və dünyaya bir daha çatdırmaq istəyirik. Bugünkü tədbirdə yeri gəlmişkən səbirliklərin beynəlxalq təşkilatlarının nümayəndələri də var, onları da salamlayırıq və gəldikləri üçün təşəkkür edirik. Biz istəyirik ki, müsavatın yaranma dövrü, mübarizə dövrü, bugünkü fəaliyyəti və sabahki fəaliyyəti ilə bağlı burada fikirlər səslənsin, mülasələr səslənsin, təkliflər səslənsin. Bütövlükdə müsavatın dünəni, bugünü və sabahı ilə bağlı səmimi söhbət eləmək istəyirik. Həm bayram tədbiri keçirmək, həm də ki, ölkədəki vəziyyəti, sabahki addımlarımızı müzakirə etmək istəyirik. Məqsədimiz budur. Və hesab edirik ki, Müsavat Partiyasının tarixi, mübarizəsi, fəaliyyəti Azərbaycan tarixinin ən önəmli bir səhifəsi, ən şərəfli bir səhifəsi olmaqla yanaşı, Müsavatın adı, onun yubileyinin qeyd olunmasının özü də cəmiyyət üçün əlavə bir stimuldur, mesajdır və cəmiyyəti hərəkətə gətirmək üçün, dəyərlər haqqında fikirləşmək üçün əlavə bir imkandır və bu imkanlardan birgə istifadə etməyə çalışacağıq. Mən bir qədər əvvəl Şirməmməd müəllimin adını çəkdim, onu Azərbaycanda müsavat şünaslığın ağsaqqalı elan etdim və bilirsiniz ki, bu mənim fikrim deyil, bu ümumiyyət ictimaiyyətin fikridir ki, müsavat dövrünün öyrənilməsi, bizim irsimizin öyrənilməsi sayəsində Şirməmməd müəllimin əvəzsiz xidmətləri var və xoşbəxtlikdən bugün ölkəmizdə bu xətti davam etdirən çox sayılı dostlarımız, alimlər var, araşdırmacılar var, mütəxəssislər var. Onların bəziləri bugün tədbirə də iştirak edə bilirlər, onlara xüsusi salamlayıram, təşəkkürümü bildirirəm. Və bu yöndə ilk çıxış üçün Müsavat Partiyasının üzvü, görkəmli müsavatşünas Nəsiman Yaqubiyə söz verir. Hörmətli tədbir iştirakçıları, mən də sizi təbrik edirəm. Bu böyük hadisə münasibəti ilə hamınıza xoş arzularımı çatdırıram. Müsavat Partiyasının 100 illik yubileyi böyük tarixi bir hadisədir. Çünki dünyada az-az xalqlar var, az-az dövlətlər var ki, orada 100 ilə yaxın, 100'ə yaxın yaşı olan partiya olsun. Yəni bu parmaqla sayıla biləcək xalqlarda var və onlardan biri də bizik ki, Azərbaycanda Müsavat Partiyası olub, mövcuddur və 100 illik yubileyini biz qeyd edirik. Təbiidir ki, bu yubiley bugün atılan ilk addımdır. Bundan sonra da bizim silsilə tədbirlərimiz olacaq. Elmi konferanslar, dəyərli masalar, digər formalarda Müsavat Partiyasının yubileyi qeyd olunacaq. Və bir daha o fikri biz Azərbaycan ictimai fikirlə çatdıracağıq ki, Azərbaycanda hakimiyyətə gələcək hər hansı bir partiyanın adının, ben artıq bu sözləri Rəsulzadənin təbirincə deyirəm, müsavat olmasa da, amma müsavatçılıq dəyərlərindən kənara çıxması mümkündür. Çünki bu dəyərlər elə bir ideoloji sistem işləyib, hazırlayıb ortalığa qoyub ki, yalnız bu dəyərlərə söykənib demokratik, azad bir Azərbaycan cəmiyyəti qurmaq mümkündür. 1911-ci ildə Müsavat Partiyasının əsası qoyulandan Müsavat Partiyası daim təkmilləşən, yeniləşən, inkişaf edən bir partiya halına gəlib. Mirzə Bala Məmmədzadə özünün Milli Azərbaycan Hərəkatı əsərində yazırdı ki, əgər bu partiya İslami dəyərlərə söykənib qalsaydı, sonradan türkçülük mərhələsinə keçib, türkçülük dəyərlərinə əsaslanıb qalsaydı, Azərbaycan milli dövlətçilik mərhələsinə daxil ola bilməzdi. Yəni bu partiya daima inkişaf edib, daima geriləşib və bugün də Müsavat Partiyası ona görə Azərbaycan cəmiyyətində qəbul edilir ki, dünyanın inkişaf edən yeni dəyərlərini öz fəaliyyətinə daxil edə bilir. Mən burada bir statistikaya baxıram. 1911-ci ildə Müsavat Partiyası yaradılanda Azərbaycanda 2 milyon yarım əhali vardı. İndi növbəti statistikaya baxıram. 1992-ci ildə noyabr ayının 7-sində biz Müsavat Partiyasını bərpa edəndə 2622 nəfər partiyanın rəsmi üzvü vardı. İndi qəribə bir paradoks yaranır. 1911-ci ildə Müsavat Partiyası yarandı, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini elan etdi və müstəqil Azərbaycan dövləti yaratdı. 1992-ci ildə Müsavat Partiyası Azərbaycanda bərpa edildi və az bir zaman içərisində minlərlə insanı əhatə edən bir təşkilata çevrildi. Yenə bir qədər daxiyə səyahət edirəm. 1988-ci ildə Azərbaycanda xalq hərəkatı başlananda biz müsavatçılıq dəyərləri ilə bu hərəkatı başladıq. Bunun səbəbi nədir?
Böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadənin Stalinlə İxtilaf Xatirələri əsəri var. Söhbət edəndə Stalin Rəsulzadəyə deyir ki, o sözlər olduğu kimi oxuyuram. Azərbaycanda biraz hakimiyyətdə oldunuz, fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizə aparılır. 1920-ci ildə Stalin Rəsulzadəyə bu sözləri söyləmişdi. Yəni, bu bir daha o faktı təsdiqləyir ki, müsavatçılıq bir ideoloji dəyərdir, bir ideoloji sistemdir. Və bu Azərbaycan xalqının öz duyğularından, öz tarixindən, mənəviyyatından süzülüb gələn bir ideologiyadır. Odur ki, Azərbaycan davası adlı əsərində Rəsulzadə yazırdı ki, Milli Azərbaycan hərəkatı Şərqin milli qurtuluş ideyalarını və Qərbin demokrasiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır. Yəni, bu müsavatçılıq budur. Həm Şərqin milli qurtuluş ideyalarını, həm də Qərbin demokratiya cərəyanlarını özündə birləşdirir. Odur ki, Müsavat Partiyası həmişə Azərbaycan cəmiyyətində diqqətli olan, öndə olan bir partiya halında mövcud olmuşdur. Müsavat Partiyasının tarixi haqqında təbiidir ki, qısa bir zaman kəsiyində danışmaq çox çətindir. Çünki bu partiyanın fəaliyyətinin hər bir dövrü haqqında saatlarla danışmaq mümkündür. Amma mən yenə də bir maraqlı bir müəllifin fikrini diqqətinizə çatdırmaq istəyirəm. 20-ci illərdə Müsavat Partiyasının ən ağır dövründə, ən çətin günlərində, 30-cu illərdə müsavatçılar sürgünlərdə olanda, onlarla bir yerdə olan və sonradan özünün Zülmətdə adlı əsərini yazan Rus yazıcısı Ali Volkov maraqlı bir fikir söylüyordu. Deyirdi ki, mən burada çox qəribə insanlarla rastlaşdım. Özünə məxsus olan insanlarla, bu insanların çox qəribə bir dünyası vardı. Öz müstəqilliyi uğrunda mübarizə aparan insanların dünyası. Yəni, Müsavat həmişə ləyaqət bir partiyasına çevrilmişdir. Ləyaqət dəyəri ki, bizim partiyanın ideologiyasının əsas dəyərlərindən birini təşkil edir, bu Müsavatın əsas aparıcı xəttinə çevrilmişdir. Təbiidir ki, Müsavat Partiyasının 100 illiyi ilə bağlı danışarkən, mən bir şəxsin adını xüsusi olaraq vurğulamaq istəyirəm. Bu da Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadədir. Yəni, Rəsulzadənin nailiyyətinin bir cəmiyyətin qurulmasıdır. Biz bu cəmiyyətin qurulması uğrunda mübarizə aparırıq. Və bizim məqsədimiz də ondan ibarətdir ki, Azərbaycanda milli demokratik dəyərlərə, prinsiplərə söykənən bir cəmiyyət qurulsun və biz də o cəmiyyətin yaradıcılarından və vətəndaşlarından biri kimi yaşayaq və fəaliyyət göstərək. Mən sizin hamınıza bu müqəddəs yolda böyük uğurlar arzulayıram. Sağ olun. Şərəfli bir tarixli və şərəfli, ləyaqətli insanların bir silsiləsini gördük biz. Müsavat Partiyası Azərbaycana və dünyaya çox şeylər verib. Azərbaycana ideologiya veribdir, siyasi yol göstəribdir, hədəfləri göstəribdir. Elə bir ideologiya təqdim edib ki, 100 il keçib yenə də orada ciddi dəyişməyə ehtiyac yoxdur. Təbii ki, dəyişməyə ehtiyac var. Təbii ki, biz də Məhəmməd Əmin Rəsulzadə özü də zaman-zaman çox dəyişmələr edib proqramda. Biz də müəyyən dəyişmələr eləmişik, o cəsarətdə bulunmuşuq. Ancaq bütövlükdə hədəflər o qədər mükəmməl tərtib edilib ki, ideologiya da mükəmməldir ki, bugün də Azərbaycanın aparıcı ideologiyasıdır. Azərbaycanda özünə hörmət edən hər bir siyasi təşkilat, hər bir qurum bu dəyərləri qəbul etməyə, ən azı bu dəyərlərə saygıyla yanaşmağa meyillidir. Bu, o həmin ideologiyanın gücüdür. Bu partiya Azərbaycana bayraq bəxş edibdir, himn bəxş edibdir, gerb bəxş edibdir. Bu partiya Azərbaycana müstəqil dövlət bəxş edibdir. Bu partiyanın qurduğu dövlətin, 18-20-ci illərdə mövcud dövlətin sayəsində biz ağır imperiya dövrünü, totalitarizm dövrünü, 1920-ci ildən 91-ci ilə qədərki dövrdə də formal da olsa müstəqil dövlətçiliyin atributlarını saxlaya bilmişik ki, 91-ci ildə müstəqilliyimizi bərpa eləmək üçün imkan yaransın. Bu hamısı bu partiyanın xidmətləridir. Partiya təkcə Azərbaycana yox, dünyaya da mən hesab edirəm ki, bir yüksək səviyyəli ideologiya nümunəsi veribdir. Əgər müasir dünyada ifrat mövqelərdən çəkinmək, mərkəzi mövqe tutmaq, liberal dəyərləri, demokratik dəyərləri, milli hədəfləri, sosial hədəfləri bir arada üzvü bir şəkildə təqdim eləmək ənənəsi bugün dünyada geniş yayılıbsa, Müsavat Partiyası bu ənənəni hələ 20-ci əsrin əvvəllərindən təqdim edibdir və mən hesab edirəm ki, hələ Müsavat Partiyasının
təkcə Azərbaycanın yox, dünyanın tarixindəki önəmi hələ araşdırılacaq, öyrəniləcək və təbliğ olunacaq. Eyni zamanda müsavat liderlərinin mühacirət dövründəki beynəlxalq miqyasda fəaliyyəti böyük bir məktəbdir. Dünya azadlıq mübarizəsinin böyük bir hissəsini təşkil edir. Bütövlükdə Müsavat Partiyasının tarixi bolşevizmə qarşı, kommunizmə qarşı, totalitarizmə qarşı mübarizədir, azadlıq mübarizəsidir, istiqlal mübarizəsidir, hürriyyət mübarizəsidir. Və bu yolu gedən böyük şəxsiyyətlərə biz onların xarkəsi qarşısında baş əyirik və onların yolunu davam etdirəcəyimizi bir daha buradan bəyan edirik. Məhkəmən də çox görkəmli şəxsiyyətlərin portretlərini təqdim elədi və yəqin ki, bunu hələ təkmilləşdirmək də lazım gələcək və mən hesab edirəm ki, orada bir çox digər görkəmli şəxsiyyətlərin də təqdim olunması məqsəd uyğun olardı. Xüsusən də ziyalılarımızın Üzeyir bəy Hacıbəylinin, Əhməd Cavadın, Yusuf Vəzir Çəmənzəminlinin, Mikail Müşfiqin və digər dəyərli, görkəmli ziyalılarımızın müsavatçı olan, müsavat yolu gedən dəyərli ziyalılarımızın da adı bu sırada çəkilməlidir. Nəsima bəy sağ olsun ki, bizim də adımızı çəkir. Biz müsavatın 100 illiyini qeyd ediriksə, bu 100 ilin 20 ili bizə aid dövrdür. 80 illik bir dövrü babalarımız, atalarımız bu yolu gediblər. 91-92-ci illərdə bu böyük mirası, böyük mənəvi dəyəri, böyük siyasi məktəbi bizə etibar ediblər, bizə etimad göstəriblər. Bu çox yüksək bir etimad idi. Və biz bu dəyəri, bu mənəvi mirası təhlil alarkən böyük şərəf hissi yaşamaqla həm də böyük məsuliyyət üzərimizə götürmüşük. Və mən Allahımıza şükür edirəm ki, bu 20 ildə biz müsavatı yenə də ölkənin aparıcı siyasi qüvvət səviyyəsində yüksəltmişik. Yenə də ölkənin həlledici siyasi partiyası səviyyəsində saxlamışıq. Yenə də Müsavat Partiyası ölkənin bir nömrəli siyasi qüvvəsidir. Və yenə də Azərbaycan xalqının bugünü və gələcəyi Müsavat Partiyasından asılıdır. Bunu siz müsavatçılar eləmişsiniz. Eşq olsun sizlərə. İstəyirəm ki, növbəti sözü Azərbaycanın ən dəyərli ziyalılarından biri, Azərbaycanın ən görkəmli tarixçilərindən biri və çox önəmli ictimai siyasi xadimi Profesor Cəmil Həsənliyə verim. Buyurun.